Bəli, biz də elə sujetə, toxunulan istiqamətlərə, eləcə də digər detallara dair studiyamızda danışacağıq. Real Partiyasının sədri Natiq Cəfərli qonağımızda. Natiq bəy, zəhmət olmasa, buyurun, hər vaxtınız xeyir olsun, xoş gördük sizi. Natiq bəy, biz elə bu münasibətlərin tarixinə dair bütün detalları çatdırmağa çalışdıq. Amma indi son açıqlamaya görə Xarici İşlər Naziri Abbas Araqçı deyir ki, artıq bu aksiyaları biz demək olar ki, sakitləşdirə bilmişik. Sizcə, həqiqətən də həm də nəzər alsaq ki, internetin kəsilməsi, bu sayda yaranan informasiyaya çıxışın məhdudlaşdırılması kontekstində bu xəbərlərə inanmaq lazımdır, yoxsa davam edəcək deyə düşünürsünüz? Mən düşünürəm ki, bu fundamental məsələlər həllini tapmayadıqca iqtisadi, sosial problemlər, İrandakı hakimiyyətin xalq tərəfindən, xalqın ən azından böyük bir qismi tərəfindən qəbul edilməməsi, müəyyən qanunların liberallaşması və yüngülləşməsi tələbləri, bütün bunlar yerinə yetirmədikcə və iqtisadi, sosial problemlər həllini tapmadıqca etiraz potensialı həmişə qalır. Sadəcə İrandakı etirazların bir neçə spesifik xüsusiyyəti var. Birincisi, vahid bir lider mərkəzi yoxdur. Bir mərkəzi qüvvə yoxdur ki, bütün etirazları koordinasiya eləsin. Məsələn, 79-cu il inqilabının koordinatoru bəlli idi. Yəni, bunu həm məscidlərdə yığışan dini liderlər həyata keçirirdi və Xomeyninin Fransadan verdiyi mesajlar mühüm rol oynayırdı. İndi elə bir mərkəz yoxdur İran daxilində. Ona görə də pərakəndəliyin müşahidə olunduğunu görürük biz bu etirazlar zamanı. Amma etirazların təməl səbəbləri yerindəcə qalır. İranda çox böyük iqtisadi böhran var, çox ciddi milli valyutanın dəyərdən düşməsi var, qiymətlərin kəskin bahalaşması müşahidə olunur. Bu problemləri isə bir günə, 2 günə, 5 günə həll etmək mümkün deyil. Ona görə də mən o etiraz potensialının daxildə hələ də qalacağını düşünürəm və mənim fikrim ondan ibarətdir ki, İranda artıq dəyişiklik baş verib. Yəni 10 il bundan qabaqki İranla bugünkü İran eyni deyil. Sadəcə bu dəyişikliyin rəsmiləşməsi çox ağır prosesdir. Həddindən artıq ağır prosesdir. Çünki böyük güc mərkəzləri var İranın daxilində. Bu tək dini qurumlar və yaxud da dini çevrələr deyil. Burada hərbçilər də var, xüsusi xidmət orqanları da var, məmurlar da var, qərblə münasibətlərin yaxşılaşmasını istəyən daxili qruplar da var, bunun arasında siyasətçilər də var, diplomatlar da var. Bütün bunlar daxili savaşın da çox gərgin olduğundan xəbər verir. Yəni, daxildəki müxtəlif qrupların da maraqlarının toqquşmasını müşahidə edirik biz indi. Natiq bəy, siz də deyirsiniz ki, əslində bu münasibətlərdə bu şəkildə sakitliyin yaşanacağını proqnoz etmirsiniz. Çünki daxildə problemlər var və əhali birbaşa öz cibində bunu hiss eləyir, evində hiss eləyir. Deyək ki, qida çatışmazlığı yaşanarkən, pulu, maaşı, əmək haqqı bu aydan digər aya çatmayarkən, sahibkar öz məhsulunu bazara çıxararkən üzləşdiyi problemlər və s. Yəni, birbaşa əgər vətəndaşın cibinə təsir eləyirsə, demək ki, hansısa xarici qüvvəni gündəmə gətirməklə bunu bir yerə qədər məhdudlaşdırmaq olar. Əlbəttə. Amma İran hazırda Amerika Birləşmiş Ştatları və İsrailin üzərində ciddi şəkildə dayanır. Elə Abbas Araqçı deyir ki, biz aksiyaları qismən yatırmışıq, amma əlavə edilir ki, ilk 3 gündə dinc xarakteri daşıyırdı. Daha çox ticarətlə məşğul olanlar bu etirazları səsləndirdilər, amma 3-cü gündən sonra artıq biz xaricdən terrorçuların gətirildiyini gördük. Məscidin yandırılması və digər məsələlər də bu baxımdan önə çəkirlər. Varmı sizcə daxildə doğrudan da əhalidən kənar İranın iddia etdiyi kimi terrorçular? Burada sual yaranır ki, əgər kənardan terrorçuları gətiriblərsə, İranın sərhədçiləri hara baxırdı, hərbçiləri, xüsusi xidmət orqanları hara baxırdı. Yəni, istənilən terrorçu əlini qolunu sallayıb İrana girəmi bilər? Axı, orada çox sərt bir rejimin olduğunu da biz bilirik. Sadəcə burada çox klassik bir dil və üslubdan istifadə edir İran hökuməti və hakimiyyəti. Klassik dünyanın hər yerində bu tipli xalq hərəkatlığı olanda onları gözdən salmanın ən vacib rolu xaricdən bu hadisələrin idarə olunması və yaxud da təşkil olunmasıdır. İstənilən halda İran daxilində insanların böyük bir qismi narazı olsa da xarici müdaxiləyə qarşıdırlar. Yəni, istənilən halda qarşıdırlar. Xüsusilə Amerika Birləşmiş Ştatları və İsrail tamamilə doğrudur. Yəni, çünki Amerika Birləşmiş Ştatları və İsrail son 10 illiklərdə şeytanlaşdırılmış bir qüvvələr kimi təqdim olunur və istənilən halda İran daxilində istənilən və hətta rejimdən narazı olanlar da, dəyişiklik istəyənlər də xarici müdaxiləyə qarşıdırlar.
Və bu nəticə etibarilə daxildə belə bir ritorikanın populyarlaşması, geniş yayılması etirazların gücünün zəiflədilməsinə hesablanmış bir məsələdir. İkinci bir məsələ də təbii ki, vandalizm, məscidlərin yandırılması, dövlət idarələrinin yandırılması, dağıdılması heç də yaxşı bir şey deyil. Yəni, prosesi gözdən salmaq üçün nəzərdə tutulmuş bir hadisələrdir. Amma kim zəmanət verə bilər ki, bu daxildən elə idarə olunmur, daxildən təşkil olunmur. Çünki bunu sübut etmək üçün ki, xaricdən baxan qüvvələr var ki, bizim məscidlərimizə ziyan vururlar. Çünki məscidlər istənilən halda İran əhalisi, istənilən normal insan dini obyektlərə, tarixi obyektlərə yaxşı münasibət göstərməlidirlər inancının dərinliyindən, necə deyərlər, asılı olmayaraq. Amma belə bir addımlarla, əgər daxildəki qruplar tərəfindən təşkil olunursa, hökumətin və yaxud da xüsusi xidmət orqanlarının nəzarətində, bu prosesi gözdən salmaq üçündür. Amma bir şey də var ki, təbii belə xaotik hadisələr zamanı istənilən qruplar, kriminal qruplar belə aktivləşir. Onlar bu hadisələri hansısa bir dəyərlər prizmasından baxmır, fürsətlər prizmasından baxır. İstənilən halda kriminal elementlərin, məsələn, banklara hücum olması, mağazalara, qızıl dükanlarına hücum eləməsi, bu təbii ki, hökumət üçün də kifayət qədər bir əsas yaradır ki, bu hadisələri gözdən salsın. Yəni, xalqın, insanların öz haqları, iqtisadi, sosial problemlərini həlli ilə bağlı aparıldığı mücadiləni gözdən salmaq üçün kifayət qədər uğurlu bir, dırnaq içində təbii ki, uğurlu bir gedişatdır hakimiyyət tərəfindən. Amma mən düşünmürəm ki, çünki Pezeşkiyanın da çox maraqlı açıqlaması var idi. Hadisələr təzə başlayanda demişdi ki, qərbi suçlamaqdansa, günahlandırmaqdansa daxildəki problemləri həll etməyə çalışmalıyıq. Bu xətt doğru xəttdir, amma bu xətt qalib gələcəkmi İranda? Bu ciddi suallar doğurur təbii. Bir də Rıza Pəhləvinin hazırda hakimiyyətə gəlmə ehtimallarından danışılır və Pəhləvi də gəlirəm, gözlüyün məni tərzində biraz da populist çıxışlar eləyir. Amerika Birləşmiş Ştatları Pəhləvi məsələsində biraz tərəddüd içindədir. Bilir ki, xalqın içində ona bir o qədər də dəstək yoxdur. Amma bunu arzulayan iki istiqamətin, iki şəxsin olduğu da təhlil edilir zaman-zaman. Xamenei və Netanyahu üzərində dayanılır. Çünki bir tərəfdən ölkədə daxili parçalanmanı istəyən İsrail hökuməti var. Digər tərəfdən də Rıza Pəhləviyə qarşı münasibəti bilən Xamenei hərəkatı, deyək ki, hakimiyyəti və Rıza Pəhləvinin əslində ortaya atılması bu proseslərə hansı yöndən təsir göstərir? Əslində, bu prosesi gözdən salmaq əməliyyatının bir tərkib hissəsidir. Görürsünüz ki, məsələn, hətta İranın özündə belə Pəhləviyə qarşı hərəkatın yarandığını özləri belə çox ciddi şəkildə servis edirlər. Məsələn, müxtəlif qruplar, müxtəlif insanlar çıxır, Pəhləviyə qarşı şüarlar səsləndirilir və yeri gəlmişkən bizim soydaşlarımız yaşadığı bölgələrdə daha çox bu hiss olunur. Çünki Rıza Şah Pəhləvi dövründən çəkmiş bir toplum var. İranda yaşayan türklər, Azərbaycanlılar o dövrdə oradan da kifayət qədər ciddi əziyyət çəkiblər. Əslində digər etniklər də. Əlbəttə, əlbəttə. Yəni onların əziyyət çəkdikləri də göz önündədir. Onlar da təbii ki, bu Rıza Şah Pəhləvi məsələsinə belə çox çəkincən yanaşırlar. Amma məsələ nədir də? Məsələ o liderlik problemidir. Və İranın xaricdə çox böyük diasporu var. Çox böyük müxalif qrupları var. Amma problem də ondan ibarətdir ki, o müxalif qruplar, o diaspora İranın daxilindən qopub. Daxildə onları dəstəkləyən, daxildə onları belə bir güc mərkəzi kimi görən qüvvələr yoxdur. Bu birinci məsələ. İkinci məsələ, yəni digər etnik qruplar, hətta hakimiyyətin daxilində olan insanların bir qrupu düşünür ki, əgər doğrudan da məsələ dönməz nöqtəyə qədər gedib çıxsa, sistem çöksə, İranı bütöv bir ölkə kimi ayaqda saxlamağın yeganə yolu şah rejimini bərpa etməkdir. Yəni, bu qüvvələr də var. Onlar Rıza Şah Pəhləviyə bir siyasi lider kimi yox, bir birləşdirici fiqur kimi, əlbəttə, birləşdirici bir fiqur kimi, İranın dağılmasının qarşısını ala biləcək bir fiqur kimi baxırlar. Mən düşünürəm ki, gələcəkdə İranın da problemi nədir? İran uzun illər, əsrlər boyu ya şahlıq dövründə idarə olunub, şahlıqla idarə olunub, qısa müddətdə bir seçkilər yolu ilə formalaşmış parlament oldu. Sonradan yenidən şah dövrü, sonradan yenidən dini bir rejim. Yəni, onların respublika kimi idarə olunması, etmələ deyək də, çox az bir təcrübələri var. Ona görə də ya şah və yaxud da dini rejim
dən əlavə hansısa bir rejimin İranda oturuşması üçün zamana ehtiyac var. Mən çox vaxt bunu İrandakı hadisələri, ümumiyyətlə İranı SSR ilə çox sıx müqayisə edə bilərəm. Çünki çox bənzərlikləri var. SSR-də bolşeviklər hakimiyyətə gələndə faktiki olaraq çarı birinci katiblə əvəz elədilər. Dəyişən heç nə olmadı. Kilsələri raykom, partiyanın raykom təşkilatları əvəz elədi, çarı isə birinci katib əvəz elədi. Yəni ciddi bir dəyişiklik. Çünki insanlar buna öyrəşmişdilər. Eyni şey İrana da aiddir. İranda da bir respublika və yaxud da cumhuriyyət təcrübəsi olmadığından və yaxud da az olduğuna görə ya şah rejimi, ya dini rejim ikisi arasında seçim etməli olurlar və şahın ortalığa atılması, Rıza Şah Pəhləvinin ortalığa atılması və Amerikanın da bunu çəkincən davranması hələ ki bu məsələdə ondan xəbər verir ki, cəmiyyətdə bunun dəstəkləyicisi o qədər də çox deyil. Amerikanın analitik mərkəzləri bunu çox güman ki, analiz edirlər, görürlər. Və mən düşünürəm ki, İranda həm də artıq dəyişiklik o həddə çatıb ki, bunun geri dönüşü yoxdur. Bir başqa bir şey də var da, ali dini lider çox yaşlıdır. Hətta bu prosesləri yatıra bilsələr də bir müddətdən sonra təbii yolla burada bir hakimiyyət dəyişikliyi, lider dəyişikliyi baş verəcək. O lideri insanlar qəbul edəcəkmi? O insanlar həmin liderin arxasınca gedəcəkmi? Və yaxud da xüsusi xidmət orqanları, ordu o qədər güclənib ki, Səpah və digərləri o qədər güclənib ki, onlar bəlkə də heç o belə deyək, dini çevrələrin sözünə də baxmayacaqlar. Onlar hakimiyyəti birbaşa ələ keçirmək haqqında düşünəcəklər. Yəni bu anlamda İran artıq dəyişib. Sadəcə bu dəyişikliyin rəsmiləşdirilməsi hansı müddətdə baş verəcək, bu zaman göstərəcək. Amma dəyişiklik qaçılmazdır məncə. Natiq bəy, deyirsiniz ki, dəyişiklik var, amma hazırda hakimiyyət necə idarə olunacaq? Sual budur və Xamenei kifayət qədər yaşlıdır, dini rejimdən narazılıqlar var, sosial baxımdan xüsusilə də. Amma hətta bu etirazları başlayan bazarlar belə 1979-cu ildə devirdikləri Pəhləviləri geri qaytarmaq istəmirlər. Etnikləri də siz vurğuladınız. Güney Azərbaycanlılar hər zaman bu etiraz aksiyalarının önündə gediblər, amma bu dəfə də birinci növbədə ehtiyatla yanaşdılar, yəni ilk günlərdə qoşulmadılar. Dediniz ki, Amerika Birləşmiş Ştatlarında da bunlar izlənilir və elə bu detallar nəzərə alınaraq Donald Trump adətən radikal mövqedən çıxış eləsə də bu məsələdə Pəhləviyə açıq-aşkar dəstək ifadə etmədi. Hətta dedi ki, inanmır ki, bununla bir nəticə əldə olunar. Amerika Birləşmiş Ştatları amma İranı sərt tənqid edir axı, təhdid də edir. O zaman Amerika Birləşmiş Ştatlarının sizcə mümkün planı nə ola bilər? Mən birbaşa müdaxilənin indiki İran rejiminin əlini oynayacağını düşünürəm. Əgər birbaşa müdaxilə olsa, yenidən bombalanma əməliyyatı olsa, İran daxilində konsolidasiya baş verəcək. Yəni, hakimiyyət haqlı çıxacaq ki, gördünüzmü? Xaricdən idarə olunur, xaricdən bizə müdaxilə var. Gəlin, biz dövlətimiz ətrafında sıx birləşək. Yəni, həmişəki kimi bu ritorikadan istifadə edəcəklər. Ona görə birbaşa müdaxilənin İranda proseslərin orqanik təbii axarından çıxacağından, hətta yatırılmasına səbəb olacağından xəbər verəcək. Ona görə də mən düşünürəm ki, bu təhdid dili davam eləyəcək. Yəni, o qırmızı cizgilərə qədər yaxınlaşan təhdid dili də davam eləyə bilər. Xüsusi əməliyyatlar ola bilər. Biz Venezuelada belə bir xüsusi əməliyyatı gördük. Buna bənzər xüsusi əməliyyatlar olar. Hətta 12 günlük... İstisna eləmirsiniz əlbəttə, xüsusi əməliyyatlardır. Çünki 12 günlük İsrail-İran savaşında biz bu xüsusi əməliyyatları gördük. İran ərazisinin dronlar qalxdı və İranın hərbi və siyasi rəhbərliyində təmsil olunan şəxslərə qarşı birbaşa əməliyyatlar həyata keçirdi. Yəni, buna bənzər hadisələr ola bilər. Amma kütləvi şəkildə bombardımanın edilməsi, birbaşa müdaxilənin olması indiki dövrdə rejimin möhkəmlənməsinə xidmət eləyəcək. Ona görə də mən düşünürəm ki, Amerikada da bunu bilirlər. Amma sərt təhdid dili həm də danışıqlar qapısının açılması deməkdir. Trump'ın üslubu budur. Bir tərəfdən sərt təhdid eləyir, digər tərəfdən danışıqlar üçün qapını açır və dünən gecə açıqlaması oldu ki, artıq müraciət olunub. Bəli, müraciət olunub, İran danışıqlar istəyir. İndi çox güman ki, o danışıqların intensivləşməsi prosesi baş verəcək. Amma istənilən halda İrandakı rejim və yaxud da sistem dəyişiklikləri həddindən artıq ağrılı prosesdir. Bunu çox yüngül, çox rahat baş verəcəyini düşünmək də çətindir, əbəsdir hətta. Orada müxtəlif qrupların maraqları o qədər kəskin şəkildə bir-birinə ziddir ki, məsələn, bugün real hakimiyyətdə, faktiki olaraq İranda real hakimiyyət xüsusi xidmət orqanları və ordunun əlindədir. Yəni, o dini qurumların da əlində deyil. Onların əlində iqtisadi fürsətlər var. Onların büdcəsi, bəzi məlumatlara görə İranın dövlət büdcəsinə yaxın bir qaynaqları var. İranın dövlət büdcəsi yeri gəlmişkən çox kiçikdir. Yəni, əhalicə Türkiyə ilə eyni
əhali sayına malik olmasına baxmayaraq İranın büdcəsi Türkiyə büdcəsindən 8-9 dəfə kiçikdir. Yəni amma o büdcəyə uyğun olaraq da, ona bənzər olaraq da xüsusi xidmət orqanlarının və ordunun özəl büdcəsi var. Onların əlində milyonlarla belə iqtisadi fürsətlər var ki, o fürsətləri itirmək istəməyəcəklər. Hətta burada artıq ideoloji yox, maraq mücadiləsi, maraq savaşının da şahidi ola bilər. Ona görə də çox çətin olacaq, çox asan bir proses deyil. İstənilən halda İranda bu birinci dəfə də deyil, sonuncu da deyil. Bu etirazları biz bir neçə il bundan öncə də görmüşük. Ən son bir neçə il bundan qabaq da baş verdi, indi də baş verir. Bu o deməkdir ki, İran dəyişikliklərə hazırdır. Ən maraqlı məsələ nədir? Bu tipli rejimlər bir şeyi anlamırlar. Hər şeyi nəzarət eləmək olar. Hər şeyi kontrolda, nəzarətdə saxlamaq olar. Amma nəsil dəyişimini nəzarətdə saxlamaq mümkün deyil. İranda nəsil dəyişib və 79-dan sonra anadan olanların sayı İranda əhalinin 4də 3-ünü hardasa təşkil eləyir. Onlar başqa cür yaşamaq istəyirlər, onlar başqa bir dövlət istəyirlər, quruluş istəyirlər, başqa cür özlərini ifadə etmək istəyirlər. Və bu nəsil dəyişimi orqanik və təbii yolla İranın dəyişməsinə səbəb olacaq, mütləq səbəb olacaq. Amma bunun hansı yolla və hansı belə deyək, biz arzumuz da budur ki, bizim cənub qonşumuzdur, bizim üçün kifayət qədər doğma ölkədir və insanlar var orada, bizim üçün doğma olan insanlar var. Bu qansız qadasız baş versin, itkisiz baş versin. Amma görünən odur ki, istənilən formatsa dəyişiklikləri belə bir köklü dəyişikliklər itkisiz, qansız, təəssüf ki, mümkün deyil. Natiq bəy, siz də vurğuladınız ki, Amerika Birləşmiş Ştatları birbaşa müdaxilə etməyəcək. Çünki bilir ki, birbaşa müdaxilə etsə, onsuz da Xamenei hakimiyyəti daha çox bundan istifadə edir ki, baxın, xarici düşmənə qarşı biz birləşməliyik və ixtişaşları onlar törədirlər. Bu bir etiraz aksiyası olmaqdan çıxıb, dinc aksiya deyil. Amma Amerika Birləşmiş Ştatlarından onsuz da kifayət qədər sərt ritorika gəlir. Yəni, cəmiyyətə hazırda bunu aşılamaq üçün kifayət qədər əldə əsas var. Amerika Birləşmiş Ştatları prezidenti az qala hər gün deyir ki, baxın, etirazçılara qarşı siz daha sərt addımlara keçsəz, biz də öz addımımızı atacağıq. Bu yöndə Amerika Birləşmiş Ştatlarına cəmiyyət etibar etmir. Yəni, deyək ki, bir mənalı şəkildə istəmir dəstəyini. Nə köməyini, nə kötəyini deyək. Bəs varmı elə bir, deyək ki, dəstək gözlədikləri və yaxud da cəmiyyətin ümid elədiyi hansısa bir istiqamət ki, bu rejim dəyişikliyini məhz bu yöndə aparacaqlarını düşünürlər? Mən belə mənzərədən belə bilinir ki, belə görünür ki, daxildəki hansısa qrupun üstünlüyü qazanması ehtimalını daha çox gözləyir cəmiyyət. Yəni, daxildən bir lider çıxıb, daxildən transformasiya yolu ilə sistemin dəyişməsi ehtimallarının daha yüksək olduğunu və gözləntinin daha yüksək olduğunu istəyirlər. Və daxili qruplaşmalar da bunu hiss eləyir. Çünki İran kifayət qədər mürəkkəb ölkədir. Biz o qədər də belə dərindən bəlkə də öyrənməmişik bugünə qədər İranın daxili siyasi proseslərini, parlamentin formalaşması qaydalarını. Orada kifayət qədər müxtəlif qruplar var. Sol qruplar var, millətçi qruplar var, respublikaçı, cumhuriyyətçi qruplar var, şah tərəfdarları var. Bunlar var. Bunları heç kim inkar edə bilməz. Sadəcə açıq mübarizə yoxdur. Mənə elə gəlir ki, İrandakı daxildəki əsas məsələ bəs o xüsusi xidmət orqanları və ordunun kimi dəstəkləməsindən asılı olacaq. Yəni, istənilən inqilabın, belə deyək, hərəkatının çevriliş kimi yox, formasiya dəyişikliyi kimi, inqilab kimi baş verməsi üçün mütləq daxildə elitanın parçalanmasına ehtiyac var. Daxildə elita parçalanmalıdır, ordu və xüsusi xidmət orqanları parçalanmalıdır. Hansılar daha güc gələcəksə, daha güclü olacaqlarsa, həmin şəxslərin də önə çıxması ehtimalları çox yüksəkdir. Ona görə də mən dedim ki, İrandakı indiki formasiyanı, indiki sistemi anlamaq üçün bir tək dini çevrələrin idarə etməsinə baxmaq lazım deyil. Artıq onlar demək olar ki, vəziyyətə nəzarət etmirlər. Vəziyyətə daha çox silahlı qüvvələr nəzarət edir, xüsusi xidmət orqanları nəzarət edir, inqilab keşikçiləri nəzarət edir. Onlar kimin arxasında duracaqlarsa, kiminlə birgə olacaqlarsa, hansı qrupun daxilində belə deyək, güc tapacaqlarsa, həmin qrupda İran daxilində qalib gələcək. Xaricdən istənilən müdaxilə bir müddətlik bu etirazları belə deyək, yatızdırmağa xidmət eləyəcək. Amma yenə təkrarlayıram, bu problemlər qalır. Ola bilər 5 aydan sonra, 6 aydan sonra daha güclü bir proses gördük. Çünki müxtəlif rəqəmlər səsləndirilir, amma yüzlərlə həlak olan insanların olduğu deyilir. Onların yas mərasimi var. İran istər-istəməz o dini ayənlərə çox önəm verən bir ölkədir. Onların yas mərasimləri necə keçəcək?
onların dəfni necə keçəcək, onların Mümkün deyil yəni gizlətmək. əlbəttə, hətta artıq videolarda yayılır da. Yəni onların bu proseslər zamanı bəlkə bundan da böyük etirazlara səbəb olacaq. Çünki istər-istəməz həlak olan insanların özlərinin, qohumlarının, ətrafının, şəhərlərin, icmaların etirazları mənə elə gəlir ki, bu dini ayinlər zamanı daha çox önə çıxa bilər. Yəni bunların dəfni zamanı, 40 mərasimi zamanı, 40 gündən sonra bəlkə də daha böyük bir etirazların biz şahid olacağıq. Amma istər-istəməz İrandakı qazanın qaynadığını söyləmək mümkündür. Amma daxildə hansı qrupun qalib gələcəyi, İranın hansı yolla inkişaf edəcəyini əsasını qoyacaq. Və mən belə ehtimal edirəm ki, daxildəki qruplar bugün Amerika ilə də, Britaniya ilə də, Avropa ilə də ayrı-ayrılıqda danışıqlar aparırlar. Hamısı bir dəstək qazanmağa, dəstək almağa çalışırlar. Əslində daha dərinə getsək, Qərbin də marağında ondan ibarətdir ki, İran dağılmasın. Bəzi qruplar ola bilər, bəzi çevrələr ola bilər bunu istəsin, amma anlayırlar ki, 90 milyonluq bir ölkənin parçalanması, məsələn, Yugoslaviyanın parçalanmasını hələ də yığıb-yığışdırmaq olmur, necə deyək, hələ də problemlər qalır. Böyük bir xaosa səbəb olar bölgədə. Mən düşünmürəm ki, onlar da bunu istəyir. Onlar da istəyir ki, idarə olunan bir keçid baş versin. Belə deyək də, qərb sisteminə yaxınlaşan bir İran görmək istəyirlər. Təşəkkürümüzü bildiririk Natiq bəy, minnətdarıq sizə. Sağ olun.